Deməli, bir hörmətli izləyicimiz yazır. Bu peşənin sahibisinizsə, hər xarakterli insanla qarşılaşacağınızı bilməlisiniz. Onlara agresiya ilə deyil, peşənizə uyğun davranmalısınız. Şərhlərinizi oxudum, təəssüf etdim. İlk öncə belə bir sual olunur ki, siz konkret olaraq necə anlayırsınız ki, mən agresiv cavab vermişəm? Konkret olaraq nə sübut edir ki, mən sizə agresiv cavab vermişəm? Konkret olaraq necə oldu və nə məcbur etdi ki, siz belə nəticəyə gələsiniz ki, mən sizə agresiv cavab vermişəm? Mən bunu təkcə sizə görə yox, bütün izləyicilərimə görə izah etmək istəyirəm ki, bunu bilmək çox vacibdir. Ümumiyyətlə, mübahisə eləyəndə gələk heç bir zaman yazışmada mübahisə etməyəsiniz. Yəni, elmi tədqiqatlar da bunu göstərir ki, informasiyalarda insanın həqiqi niyyəti, yəni insanın həqiqətən də nə demək istədiyi və necə reaksiya verdiyi 7% cəmi bilinir, kəlmələrlə ötürülür. Bunun 38%-i necə deməyi ilə ötürülür, səs tonu ilə, səs tempi ilə ötürülür və 55% isə bədən dili ilə ötürülür. Yəni, hansı ki, dəri qızara bilər və yaxud da dəri sola bilər, əzəllərdə gərginlik ola bilər, açıq və qapalı poz ola bilər, üz mimikaları ola bilər. Yəni, mən sizə bircə kəlmə yazmaqla siz mənim ruh halımı müəyyənləşdirib etiketləyə bilmərsiniz ki, bu adam aqressivdir. Başa düşürsünüzmü? Siz mənim səs tonumu eşitmirsiniz. Səs tempimi eşitmirsiniz. Niyyətimi bilmirsiniz. Bədən dilimi isə ümumiyyətlə heç görmürsünüz. Ona görə istənilən mövzular, yəni həyatı vacib olan mövzular əslində üzbəüz söhbət olunmalıdır. Heç telefonla da söhbət etmək olmaz. Çünki insanlar bir-birlərinin xətirlərinə çox asanlıqla dəyirlər yazışmalarda, onun nəticələrini düşünməyərək. Hansı ki, əslində üzbəüz gəlsələr, o sözü həmin insana deyə bilməzlər, müxtəlif səbəblərdən. Başa düşürsünüzmü? Yəni, insan əgər bir dənə etiketə görə, yəni bir dənə kəlməyə görə, bir dənə davranışa görə bir insana bu belədir, aqressivdir deyə etiketləyirsə, artıq bu sağlam düşünmənin bir parçası deyildir. Bu illüzor düşünməkdir. Bu xəyali bir düşünmədir. Bu ola bilsin ki, mənim o yazım vaxt var idi ki, kiminsə yazısını sizə xatırladır və yaxud da kiminsə səsini sizə xatırladır, kiminsə davranışlarını sizə xatırladır, kiminsə bədən dili, negativ bədən dilini sizə xatırladır. Hansı ki, sizə travma vurub, sizə bəlkə də xəyanət edib, bəlkə də sizə psixoloji və fiziki şiddət törədib. Bunların olması, yəni, istisna deyil. Bunlar ola bilər. Yəni, əsas halda, yəni, söhbət tək ki, burada kriminaldan getmir. Təbii ki, əgər bir kriminal varsa, bunun cinayət məsuliyyəti var. Yəni, normal yaşayışdan əgər söhbət gedirsə, insan xüsusi bir zavoddur ki, hansı ki, öz emosiyalarını istehsal edir. Yəni, insan hadisələrə çox hallarda, əksər hallarda, əsasən necə reaksiya verəcəyini özü seçir. Başa düşürsünüzmü? Negativ duyğuları yaşamaq da qaçılmazdır. Amma məsələ burasındadır ki, onu hansı intensivlikdə yaşayırsan, buna artıq sən qərar verirsən. Və dediklərinin nəticələrini əgər düşünürsənsə, negativ bir nəticə olsa, onun da məsuliyyətini daşımalısan. Daşıya bilmirsənsə, demək ki, sən yetişkin deyilsən hələ. Şəxsiyyət olaraq formalaşmamısan. Yəni, nəticədə dediyim kimi, bircə kəlmə ilə bir insanın ruh halını müəyyənləşdirmək, bu yanlış bir şeydir. Siz bir dənə bir şey yazdınız, demişsiniz ki, əsas ailədə olan praktikadır. Yəni, elm ikinci plandadır. Ailədə olan praktika yaşayış üçündür. Yəni, həmin insanın duyğularını hiss eləmək üçündür. Onunla empatiya qurmaq üçündür. Amma bunlar empatiya qurmaq yetərli deyil. Rasional düşünmə lazımdır. Qayda qanunları, texnikaları, taktikaları bilmək lazımdır. Məsələn, əgər
bir adam şiddətli qəza keçiribsə, cərrahın əlinə düşübsə, cərrah otursa ki, bu niyə görə bu vəziyyətdədir, o xəstə ilə bərabər ağlasa, heç vaxt ona yardım edə bilməz. Amma onun məqsədi odur ki, niyyəti odur ki, həmin anda soyuqqanlılığını qorusun, emosiyalarını müvəqqəti olaraq söndürsün ki, onu əməliyyat edib onu sağalda bilsin. Əks halda bunu bacara bilməz. Yəni, insan bəzən sistemin içərisində olanda, duyğulara bürünmüş halda olanda, emosiyaların əhatəsində olanda, bəzi negativ davranışları görməyə kör olur. Ya o negativ davranışları görə bilmir, ya onlara bəraət qazandırır, ya da onları yanlış anlayır. Başa düşürsünüzmü? Ona görə ailələrdə problemlər olur, anlaşılmazlıqlar olur, ailələr dağılırlar. Yəni, bu şəkildə qlobal bir söz demək ki, əsas ailəli olmaq praktikadır. Yəni, bu sağlam bir düşüncə deyil. Yəni, mən onu izah eləməyə çalışmışam sizə. Və bunun müqabilində mən sizə demişəm ki, madəm bacarırsınız, belə praktik önəmlidir, buyurun, gedin ailə psixologu işləyin. Yəni, bu o demək deyil ki, siz bunu aqresiya ilə qarşılamalısınız. Yəni, mən izah elədim hər bir şeyi. Yəni, mən gözləmirəm ki, siz bundan nəticə çıxardasınız və məni anlayasınız. Yəni, istəsəz nəticə çıxardarsınız, istəsəz anlayarsınız, istəsəz anlamazsınız. Hətta bir sözümdən belə nəticə çıxarsaz, bu mənim üçün uğur deməkdir. Və ümid edirəm ki, başqaları bu videoya baxıb nəticə çıxardarlar. Ki, təkcə bir davranışa görə bir insanı etiketləmək ki, sən busan, bu yanlış bir şeydir. Diqqətinizə görə minnətdaram. Sağ olun.